İtaliyanın məşhur Azərbaycanlı xoreoqrafı, Azərbaycanın əməkdar artisti, İtaliyada fəaliyyət göstərən Azəri-Azərbaycan Mədəniyyət Assosiasiyasının sədri Mais Nuriyev vəfat edib. Referans xəbər verir ki, bu barədə Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib. Bildirilib ki, o, Milandakı AIDA və Orizon Rəqs Akademiyasının və Milan Konservatoriyasının professoru Mais Nuriyev Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi ilə sıx əməkdaşlıq edərək İtaliyada yaşayan azərbaycanlıların bir araya gəlməsi, Azərbaycan mədəniyyətinin Avropada təbliği istiqamətində mühüm işlər görüb. Soydaşımız uzun illər Azərbaycan xalq rəqslərini dünya səhnələrinə daşıyıb. Peşəkar fəaliyyəti ilə zəngin mədəni irsimizi, tariximizi, milli dəyərlərimizi İtaliyada və başqa ölkələrdə layiqincə tanıdıb. Mədəni diplomatiyaya böyük töhfələr verib. Onun yorulmaz tədris fəaliyyəti sayəsində xeyli gənc xoreoqraf yetişərək ölkəmizin mədəni irsini beynəlxalq aləmdə daha geniş auditoriyaya çatdırıb. Xoreoqraf öz fəaliyyəti ilə İtaliya ictimaiyyəti arasında nüfuza malik olub, iki ölkə arasında mədəni körpünün daha da möhkəmlənməsində ciddi rol oynayıb, ölkəmizə dostlar qazandırıb. Mais Nuriyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə əməkdar artist fəxri adı alıb. Həmçinin Heydər Əliyevin 100 illiyi yubiley medalı, Diaspor fəaliyyətində xidmətə görə medalı ilə təltif olunub. Allah rəhmət eləsin.